Nə qədər ki Əfqanistanda onlar qalmışlar, hər il bu sanksiyalar Amerika prezidenti tərəfindən qaldırılırdı. Onlar ki Əfqanistandan qaçdılar, bütün dünyanın gözü qarşısında. Sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankörlüğün dərəcəsi var, yoxsa yox. Yəni biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün? Bax buna görə, bax bu binaya görə. Bunun kimi bütün bölgelərdə inşa etdiyimiz, bərpa etdiyimiz keçmiş köçkünlərimizin yaşayış yerlərinə görə. Bax onların gözü bunu götürmür, bugünü götürmür. Bu anti-Azərbaycan qüvvələr üçün bugünkü gün yas günüdür, matəm günüdür. Necə ola bilər bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi. Heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan, öz gücü hesabına, öz evlatlarının fədakarlığı hesabına bunu bizə bağışlaya bilmir. Və bugün Azərbaycana Amerikada sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin dostluğumuzu möhkəmləndirir. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu demişəm bir neçə gün bundan əvvəl. Bu günə məyus olan və bu günü qəbul etməyən bizim dostumuz heç vaxt ola bilməz.